Salam Amiya, uşaqlarımızın sağlamlığı ilə bağlı bu super maraqlı mövzuya xoş gəlmisiniz. Başlamazdan əvvəl kiçik bir xahişim olacaq. Bizə dəstək olmaq üçün lütfən bu videonu bəyənin. Bu bizim üçün çox önəmlidir. Yaxşı, indi gəlin başlayaq. Bugün biz sizinlə övladınızın immun sisteminin, demək olar ki, gizli qərargahını üzə çıxaracağıq. Gəlin sürətli şəkildə bugünkü yol xəritəmizə baxaq. Əvvəlcə immunitetin o sirli mərkəzinin harada olduğunu öyrənəcəyik, sonra bağırsağın necə bütün bədən üçün bir dirijor rolunu oynadığını görəcəyik, sağlam bir mikrobiomun sirlərini açacağıq və sonda təbii ki, valideynlər üçün çox faydalı, praktik addımlarla bitirəcəyik. Yaxşı, gəlin demək olar ki, hər bir valideynin özünə verdiyi o məşhur sualla başlayaq, uşaqlar niyə bu qədər tez-tez xəstələnir? Sanki bütün mikrobları özlərinə çəkirlər, elə deyilmi? Hə, bu sualın cavabı yəqin ki, çoxlarınızı təəccübləndirəcək. Çünki bu yer düşündüyünüz yer deyil və əslində onların ümumi sağlamlığının açarı da məhz oradadır. Yaxşı, bəs immunitetin bu gizli komanda mərkəzi haradır? Artıq maraqdan partlayırsınız, bilirəm. Bəli, düz eşitdiniz, bağırsaqda. Uşağınızın immun sisteminin böyük bir hissəsi, hətta əksəriyyəti onların mədə-bağırsaq traktında, yəni bağırsaqlarında yerləşir. İnanılmazdır, elə deyilmi? Və bu mərkəzdəki əsas oyunçular kimlərdir? Bağırsaq mikrobiomu. Təsəvvür edin, bağırsaqlarda trilyonlarla canlıdan ibarət nəhəng bir şəhər var. Bu şəhərin sakinləri, yəni bakteriyalar, uşağınızın immunitetinin əsl qəhrəmanlarıdır. Baxın, bu əlaqəni anlamaq üçün çox gözəl bir bənzətmə var. Bağırsağı immun sistemi üçün bir təlim meydanı, bir növ hərbi təlim düşərgəsi kimi düşünün. Mikrobiom, yəni o faydalı bakteriyalar, sanki təcrübəli komandirlər kimi immun hüceyrələrini öyrədir. Yaxşı, bəs bu təlim prosesi dəqiq olaraq necə baş verir? Gəlin bu heyrətamiz mexanizmin sirlərini birlikdə açaq. Proses əslində 3 sadə addımdan ibarətdir, amma çox güclüdür. Birincisi, biz düzgün qidalanma ilə o yaxşı bakteriyaları, yəni müəllimləri bəsləyirik. İkincisi, bu müəllimlər immun hüceyrələrinə, yəni əskərlərə dostu düşməndən ayırmağı öyrədir. Və nəticədə, üçüncü addım bizim yaxşı təlim keçmiş güclü bir ordumuz olur. Baxın, bu müqayisə fərqi mükəmməl izah edir. Biz uşaqlarımızın bağırsağında çiçəklərlə, faydalı bitkilərlə dolu, rəngarəng bir bağça yetişdirmək istəyirik. Yoxsa hər tərəfi zərərli alaq otlarının basdığı, baxımsız bir sahəyə çevrilməsinə icazə vermək istəyirik. Seçim bizimdir. Deməli, ən vacib suala gəldik. Biz, valideynlər, övladlarımızın bağırsaq sağlamlığı üçün necə yaxşı bir bağban ola bilərik? O gözəl bağçanı necə qoruya bilərik? Və budur, sizin bağban alətləriniz. Bunlar əslində gündəlik həyatda asanlıqla edə biləcəyimiz şeylərdir. Süfrəyə daha çox rəngli meyvə-tərəvəz qoymaq, qatıq və kefir kimi super qidalardan istifadə etmək, şəkərli və paketlənmiş qidaları azaltmaq, yuxusuna diqqət etmək, çöldə oynamağa şərait yaratmaq və əlbəttə həkim məsləhəti olmadan antibiotikdən uzaq durmaq. Hər biri kiçik bir toxumdur, amma birlikdə möhtəşəm bir bağça yaradır. Elə indi, bu an bir saniyəlik düşünün. Bu siyahıdan edə biləcəyiniz bircə dənə, hətta ən kiçik bir dəyişiklik nə ola bilər? Bəlkə bu axşam yeməyinin yanına biraz qatıq əlavə etməkdir. Unutmayın, hər böyük səyahət kiçik bir addımla başlayır. Daha çox belə məlumatlar üçün bizi izləyin və sağ olun.